Salam olsun herkese, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə CSS-də olan ölçü vahidləri haqqında danışacağıq. Təbii ki, burada müxtəlif özəlliklər var, onlar haqqında da qısa məlumat verəcəm bu ölçü vahidlərini başa düşmək üçün və bu formada ölçü vahidlərini, burada qeyd olunan ölçü vahidlərini sizə izah etməyə çalışacağam. Ctrl-B eləyirəm, sol tərəfi bağlayıram və index.html sənədim var. Burada bir dənə h1 var, h1-dən işimiz olmayacaq. Div yazmışam, konteyner klası vermişəm buna. HTML dərslərindən bunları bilirsiniz artıq. Və içərisində child klasslar, divlər, daha doğrusu child elementlər var və hər birinin də klass özəlliyi var. Hər birinə box klassını vermişəm və ayrı-ayrılıqda bunu ID ilə də vermək olardı. Pixel, rem, m bu formada belə deyək də unique klasslar da vermişəm. Nə dərəcədə düzgündür bunu demək? Biraz düşünmək lazımdır, amma unique klass deyə bilərik də hər birinə yalnız bir dənədir bu klassdan, məsələn pixeldə, remdə və s. İndi məsələ nədir? Məsələ nədən ibarətdir? Biz ölçü vahidlərini başa düşmək üçün, CSS-də olan ölçü vahidlərini başa düşmək üçün weight və height ölçü vahidlərini, dəyərlərini də ölçü vahidi yox, daha doğrusu dəyərləri, özəllikləri də başa düşməliyik. Bundan sonra artıq biz belə deyək də bu ölçü vahidlərini tam olaraq anlamış olacağıq. Və burada CSS, hazır CSS kodları yazmışam. HTML-ə, ümumi HTML sənədimizə font size vermişəm. Niyə görə bunu vermişəm, onu da izah edəcəm. Container divimiz var, border vermişəm burada. Baxın, borderin, marginin, paddingin nə olduğunu başa düşməyə bilərsiniz. Bu çox normaldır. Yəni, buradan belə deyək də bir sıxıntı yaratmayın özünüzdə. Əsas məsələ mənim izah etmək istədiyim mövzuya fokuslanmağınızdır. Yəni, ona görə də mən nə izah etmək istəyirəmsə sizə, siz də ona fokuslanın. Sizdən ilk öncə dərsin başında bunu rica edirəm. Baxın, width və height dediyimiz zaman width enliyi nəzərdə tutulur. Height isə hündürlük olaraq nəzərdə tutulur. Və pikseli də biz istifadə etmişik bu günə qədər. Ona görə pikseldən istifadə edərək bu width və heighti sizə izah eləyəcəm. Ondan sonra artıq rem, m faizindən VH, belə deyək də viewport height, viewport weight nədir? Bunları izah etmiş olacam. Gəlin belə bir şey eləyək. Baxın, pixel var burada. Bu divi seçəcəm. Həmən divin klassına baxdığımız zaman pixel klası var. Yalnız bu elementdə olan pixel klası var. Onu götürəcəm. Ondan ilə nöqtə ilə seçmiş olacaq təbii ki. Pixel deyirəm. Və bu pixel klassına sahib divin ölçüləri ilə oynaya bilərəm mən. Yəni width və height dəyərlərindən. Width dedikcə enlikdir, height də hündürlükdür, elə deyil. Mən buna desəm width desəm əgər, width desəm, məsələn, örneğin 60 piksel deyirəm. 60 piksel. Ctrl S eləyirəm. Baxın, bunun enliyi, width dəyəri nə oldu? 60 piksel oldu. Və yaxud da ki, height deyə bilərəm. Baxın, height desəm əgər, tutalım buna da 50 piksel deyək. Ctrl S eləyirəm. Hündürlüyü də 50 piksel olmuş oldu. Yəni width enliyə təsir göstərməkdir, height də hündürlüyə təsir göstərməkdir. Bunu ilk öncə başa düşək. Yaxşı, bəs piksel nədir? Əsas məsələ, artıq əsas məsələyə giriş etmiş oluruq. Piksel nədir? Baxın, biz gündəlik həyatımızda ölçü vahidlərindən istifadə edirik. Metr olsun, millimetr olsun, nanometr olsun, nə bilim, kilometr olsun. Bu formada ölçü vahidlərindən istifadə edirik. Elə deyil, gündəlik həyatımızda bunları görmüşük. İndi bu CSS-də də biz pikseli əsas götürəcəyik. Necə pikseli əsas götürəcəyik? Yaxşı, pikselin santimetr qarşılığı, millimetr qarşılığı varmı? Bu maraqlı sualdır məsələn. Yadınızda saxlayın. Məsələn, ilk öncə bunu deyim. Məsələn, hər hansı bir notebook aldığınızda və yaxud da ki, bir televizor aldığınızda, yəni hər hansı bir monitoru olan bir şey aldığınızda, orada fikir verin, yazılır, ekran ölçüsü yazılır, məsələn, bu qədər inç. İnç ölçüsü ilə göstərilir. İnç dəyəri səhv eləmirəmsə santimetrlə qarşılığı 2.54 olmalıdır. Yəni 1 inç 2.54 santimetrdir. Ekran ölçüsü, məsələn, 40 inçlik bir ekran və ya 50 inçlik və ya 100 inçlik bir ekran dediyimiz zaman santimetrlə onu tapa bilirik. Neçə santimetrdir ekran diaqonalı və yaxud da ki, eni uzunu, bunları tapa bilirik. Piksel isə stabil olaraq biz inç kimi deyə bilmirik, stabil bir ölçüsü var. Bu ekrandan ekrana dəyişəcək. Məsələn, ola bilər ki, mənim ekranım 90 pikselli idi. Və buradakı piksel dəyəri ilə 125 piksel dəyərində olan bir monitorda piksel dəyərləri eyni görünməyəcək əlbəttə. Baxın, nə demək istəyirəm? Yəni biz inç dəyərini məsələn stabil olaraq belə deyək də santimetrə və yaxud da ki, millimetrə, metrə çevirə bilirik. Amma pikseli bu formada çevirə bilmirik. Yəni piksel dəyəri ekranın belə deyək də necə dizayn olunmasından da asılıdır. Aydındır? Ola bilər ki, 90 piksellik və yaxud da ki, 120 piksellik olsun. Bu zaman piksel ölçüsü hər bir ekranda stabil verməyəcək. Yəni məndə olan məsələn 20 piksel dəyəri burada və yaxud da ki 60 piksel deyirəm. Burada olan 60 piksel dəyəri hər hansı bir başqa ekranda da %100 eyni o nəticəni verəcək demək deyil.
Yəni ekrandan asılıdır bu pikselin çevrilməsi. Bunu başa düşmək lazımdır. Amma CSS-də biz bunu sabit kimi, əsas ölçü vahidi kimi qəbul edib bunun üzərindən işlərimizi görəcəyik. RAM, M və s. də bunlardan necə çevirmələr olur pikselə, bunları göstərəcəm sizə. Aydındır? Yəni pikseli başa düşmək lazımdır ki, CSS-də əsas belə deyək də daha çox istifadə olunan ölçü vahidi və ölçü vahidlərinin CSS-də ölçü vahidlərinin köküdür deyə bilərik piksel. Aydındır? Məsələn, gündəlik həyatımızda məsələn deyirəm də santimetrdirsə əgər, kilometr və ya metr məsələn santimetrə görə hesablanırsa, burada da pikselə görə hesablama olacaq. Aydındır? Bunu da başa düşdüyü ümid eləyirəm. Və piksel dəyəri də stabil bir ölçüdür. Məsələn, 60 piksel deyirəmsə vəssalam, bunun enliyi 60 piksel olacaq. Və 120 piksel deyirəmsə 120 piksel olacaq. Aydındır? Bu formada olacaq. İndi yaxşı, bax. Ctrl-KC eləyirəm, Ctrl-S eləyirəm, olduğu kimi qalsın. Yaxşı, bəs bunları da yazdıqca aşağı ötürürəm ki, burada yuxarıdakı dəyərləri də biz görək. Rem nə deməkdir? Maraqlı hissə burada başlayır artıq. Baxın. Rem HTML təqinin font size-na görə işləyir. Maraqlı sözdür. Yaxşı, necə işləyir? Bəs gəlin onu göstərim sizə. Burada da klası rem olanı seçəcəm. Baxın, bu divi seçəcəm. Yəni burada da bu divdir. Elə deyil. Klas vermişəm rem. Yalnız ona təsir etmək üçün həmən klas adı ilə seçirəm. Rem yazıram bura. Və buna deyəcəm ki, sənin məsələn deyirəm də remə təsir eləyir də, elə deyil. Bunun width dəyərini gəlin götürək. Width dəyərinə deyək ki, tutalım 10 rem olsun. Ctrl S eləyirəm. Baxın, bu formada oldu. Ölçüsü bu qədər oldu, elə deyil. Yaxşı, bu ölçü hardan gəldi? Maraqlı hissə oradır. Gəlin bunu komment sətrində göstərim. Ondan sonra artıq mən sizə digər tərəfdə də inspekt eləyib də göstərəcəm. 10 rem dediyimiz zaman və mən başda nə dedim? Rem dəyəri HTML təqinin font size-na əsasən işləyir. Yəni nə deməkdir? 10 rem dediyim zaman 1 rem burada 15 piksel olaraq təyin olunub sanki. 10 rem dediyimiz zaman nə olacaq? 10 vurulsun, baxın, hətta belə bu formada, qısa formada yazıram. 10 vurulsun 15. Neçə eləyəcək? 150, elə deyil. 150 piksel. Deməli 10 rem burada 150 piksel olaraq nəzərdə tutulubdur. Mən 10 rem dediyim zaman bu 15-ə görə hesablama oldu. HTML-in font size-na görə hesablama olduğu üçün burada əslində mən width 150 pikseldə desəydim eyni şey çıxacaqdı ortaya. İndi gəlin bunu praktiki olaraq görək. Baxın, bura qədər ümid edirəm ki, başa düşdünüz də, elə deyil. İndi gəlin bunu praktik eləyək. Burada sağ düymə eləyib inspekt eləyirəm. Və təbii ki, bu sol tərəfi gətirirəm biraz bu tərəfə. İndi burada, baxın, buna klik eləsəz əgər, bu elementin üzərinə gəlirsiniz və bir dəfə klik eləyirsiniz, burada elementə biz stil verə bilərik. Bura 2 dəfə klik eləyin, baxın bura. Bir dəfə də klik eləmək nə olur? Daha doğrusu bir dəfə klik eləyin. İndi mən dedim ki, width dəyərinin 10 rem dediyim üçün bunun piksel ölçüsü nə qədər oldu? Deməli 150 piksel oldu da bu. Elə deyil. Gəlib yazıram bura, width yazıram ilk öncə. 10 rem yazıram elə burada da. 10 rem yazdım, stabil olaraq qaldı. Baxın, mouse'u burada saxlayıram. İndi aşağıda fikir verin, sağda. Mən o dəyəri dəyişdirəcəm. Width-ə deyəcəm ki, sən 150 piksel ol. Baxın, yenə ölçü dəyişmədi. Eyni stabil olaraq qaldı. Məsələn, bura 155 desəydim və ya 160 desəydim əgər piksel ol, baxın artdı. Fikir verdiniz. Amma 150 dediyimiz zaman elə 10 rem nə idisə, onda qaldı. Baxın, bu 10 rem nə idisə, onda qaldı. Başa düşdünüzdə ümid edirəm. Rem dəyəri HTML-in font size-na əsasən hesablanır. Yəni burada sabit olaraq 15-i göstərmişəm. 10 rem yazanda 150 piksel olacaq. 5 rem yazanda 5 vurulsun 15 nə qədər eləyəcəksə o qədər piksel deməkdir. 20 yazırıqsa 20 piksel yazsam bura 20 vurulsun 15. Neçə eləyəcəksə o qədər piksel deməkdir bunun ölçüsü artıq. Aydındır? Yəni bu rem dəyəri təkrar eləyirəm. Baxın, çox təkrar elədim, bildirəm, amma yadınızda saxlayın. HTML-in font size-na əsasən hesablanır. Aydındır? Bunu da refresh eləyə bir dəfə burada yazdığımız kodlar getsin. Belə. İndi bunu X eləyirəm, bağlayıram. Və bunu da biraz sağa gətirirəm, bu formada qalsın. Remi başa düşdükdə ümid edirəm, elə deyil. Ctrl-KC eləyirəm bunu da buradan. İndi burada biz komment sətirlər yazdığımız üçün bu bizə təbii ki, errorlarımızı verəcək. Gəlib bunu buradan götürürəm. Bu formada qalsın. Bunu da saxlayıram burada ki, bu hesablamanı da biləsiniz. Aydındır? Bu belə. İndi gəlib düşürəm aşağı biraz və M dəyərini artıq istifadə edəcəm. M ölçü vahidinə. Remi bildik ki, font size-ın HTML-in font size-na görə hesablandı. Yəni məsələn 10 rem dediyimiz zaman vurulur ona o formada piksel ölçüsü olaraq göstərilir. Piksel də sabit kimidir. Yəni 20 piksel yazdımsa, stabil olaraq 20 piksel olaraq qalacaq. Rem dediyimiz zaman, amma məsələn bu 15-dirsə mən bunu 10-a çəkdiyim zaman, məsələn 10-a çəkdiyim zaman aşağıda 10 rem deyəndə artıq nə olacaq? Bu 150 piksel olmayacaq. 10 vur 10 nə qədər olacaq? 20 deməli 100 piksel olacaq. Elə deyil. Bu formada. İndi 15-ə çəkək ki, bunu digərlərinə də baxa bilək. Bu belə. Və bu da qayıtdı yerinə. İndi M dəyərini gəlin baxaq. Buna baxırıq yəni.
Buradan M klassını Ctrl-C eləyirəm. Əllə də yaza bilərsiniz. Heç bir problemi yoxdur. Bu klası götürürəm buradan və buna təsir etmiş olacağam artıq. İndi baxın bu divin üzərində oynayacağıq biz yəni. Elə deyil, bu divin üzərində oynayacağıq. Buna deyəcəm ki, sənin width dəyərin, width-lə göstərirəm də elə ki. Sənin width dəyərin olsun, məsələn, 20M. Ctrl-S eləyirəm. Baxın, width dəyəri bu qədər oldu. 20M yazdım. Yaxşı, M nəyə görə götürür? R-i bildik ki, HTML-in font size-ına görə götürürdü. Amma M dəyəri isə child elementin parent-ına görə götürəcək. Yəni nə deməkdir bu? Baxın, baxıram, buradan baxaq, HTML sənədində incələyək. Bu M deməli divi harda yerləşir? Hansı divin içərisində yerləşir? Yəni bunun konteyneri nədir? Bu divdir də, elə deyil. Bu divin içərisində yerləşir bu M divi. Yəni buradakı bu divlər bu konteyner divinin child elementləridir. Bu konteyner divi bu divlərin nə idi? Parent elementidir. HTML-dən bunları bilirsiniz. İndi mən bura gəlib yazdığım zaman 20M yazdığım zaman və konteynera da font size-na 20 piksel dediyim üçün bunun font size-ını baxın, artıq parent-ın font size-na görə hesablanacaq M yazdığım üçün. Yəni burada 20M yazmışam. Gəlin bunu da yazaq, ərinməyə yazaq. Comment setr atıram bura. Yəni bu 20M dediyimiz zaman 20 vurulsun, nə olacaq? Baxın, konteynerin font size-ı neçədirsə ona vurulacaq. 20 piksel deyil, vuracam 20-yə. Nəticədə neçə alınacaq? 400, elə deyil? 400 piksel. Elə deyil? Deməli bu 400 pikseldir. İndi gəlin bunu yenə bu bir tərəfdə inspect eləyərək də görək. Baxın, heç tələsmədən bu formada izah edirəm sizə. Baxın, bunu çox yerlərdə görə bilərsiniz. İzah eləyib keçmək rahatdır. Mən də deyərəm ki, M yazdım bu formada konteynerə görə hesabladı. Bu qədər dərinliyinə qədər bəlkə bilməsəz də heç ehtiyac deyil. Amma mən sizə belə deyək də bu dərsi bir dəfə çəkirəm və burada qalacaq bu dərs. Ona görə də dərinliyini başa düşmək üçün bu formada izah edirəm. İndi gəlin, baxın çox uzatmayım danışığı. Bura klik edirsiniz, gəlirsiniz bu divin üzərinə, M divin üzərinə və burada buna CSS yazacağıq, elə deyil. Bir dəfə klik elədim. Width neçə vermişəm? 20M vermişəm buna. Gəlin burada da yazaq bunu. Width, baxın 20M yazdım bura, elə deyil. Burada da, baxın mouse'u yenə saxlayıram burada. Elə deyil. İndi aşağıda dəyişdirəcəm. 20M bu qədərdir, yəni soldan sağa qədər bu qırmızı hissədir. Elə deyil. İndi gəlirəm piksellə deyirəm. Piksellə deyəndə həmən yerdə qalması üçün nə qədər yazmalıyam? 400 piksel, elə deyil. Çünki parent-ın font size neçədir? 20 pikseldir. Burada da 20M yazılıb. 20 vur 20, 400, elə deyil. 400 piksel yazsam yenə orada sabit olaraq qalmalıdır. 400 piksel yazıram. Baxın, yenə də qaldı orada. Və gəlin mən bura 300 piksel desəm, baxın, getdi artıq. Azaldı. Amma 400 piksel 20M-lə tam olaraq üst-üstə düşür. Ona görə də burada stabil olaraq qaldı. Nəticədə M də parent-ın font size-na görə hesablanmış oldu. Aydındır, bunu da başa düşək. Bunu da refresh eləyirəm ki, buradan geçsin bizim yazdığımız CSS özəllikləri. İndi bu sol tərəfi də biraz gətirsə kifayət eləyər. Bəli, kifayət eləyər, bu formada qalsın. İndi ola bilər ki, bu font size burada olmasın. Ctrl-KC eləyək, Ctrl-S eləyək. Baxın, bu formada yazdığımız zaman görək necə oldu. Bu formada yazdığımız zaman mənim bildiyimə görə HTML-ə görə artıq hesablamalıdır. Yəni parent-dan parent-a keçməlidir. Gəlin onu da yoxlayaq. İndi əgər bura 20-dirsə, 20M-dirsə, burada göstərirsə, deməli bu HTML-in font size-na görə götürürsə 20 vurulsun 15 neçə eləyəcək? 200, o da 5. 300 piksel, elə deyil? 300 piksel olacaq. Onda gəlin bunu da yoxlayaq. Görək artıq HTML-ə görə götürdü bunu, yoxsa yox. Bunu sol tərəfə çəkirəm. Bunu da gətirirəm bura və gəlirəm bunun üzərinə klik edirəm və burada gəlirəm. CSS özəlliyini yazıram. Width yazıram ilk öncə. Baxın, neçə idi? 20M idi, elə deyil. 20M zaten yazılıbdır. Burada stabil olaraq qalır. Buradadır, elə deyil. İndi gəlib buna 300 piksel desəm. 300 piksel. Baxın, yenə stabil olaraq qaldı. Niyə görə? Nəticə nə oldu? Bu HTML-də mən parent-dan parent-ə keçmə və s. bunları sizə izah eləmişəm. Baxın, həmən dərslərin önəmidir burada CSS-də də bizim qarşımıza çıxır. Bu necə olur? Gəlir, baxır hara? Gəlir, baxır, görür ki, burada əslində bəddiyə də versəydik, bəddidən də götürə bilərdi, amma birbaşa getdi HTML-ə. Baxın, bu HTML-ə getdi birbaşa. Niyə görə? Səbəbi nə oldu? Çünki bu parent-ın parent-ın font size-ı yoxdur. Ondan götürə bilmədi. Əgər olsaydı ondan götürəcəkdi. 20 piksel burada olsaydı bundan götürəcəkdi. 400 pikseli verəcəkdi ora. Amma olmadığı üçün getdi HTML-dən götürdü. İndi məsələn gəlin yoxlamaq üçün deyirəm. Bunu yazım birdən siləcəm bunu. Bəddiyə deyək, bəddinin font size-ına deyək. Məsələn, tutalım buna da 20 piksel deyək. Ctrl-S eləyirəm. Baxın, bu formada artıq bəddiyə görə götürməlidir. Çünki bu divin, deməli, baxın,
Bu M divinin parent hansıdır? Bu divdir. Bunun parent hansıdır? Yəni bu nəyin içərisində yerləşir? Body içərisində. Body'nin də parenti HTML-dir, elə deyil. Gəlin bir dənə bunu da yoxlayaq. Bunlar biraz sıxıcı gələ bilər sizə, amma daha detallı izah eləmək istəyirəm sizə. Yəni bir üstdən götürərək irəliləyir. Baxın buna klik eləyirəm və bura gəlib yazıram. 20 M verilib, belə deyil. Mən burada özüm yazıram. Width dəyərini yazıram ki, tutalım 400 olsun. Çünki 20 piksel verdim axı font size-ına bədinin. Elə deyil. 400 piksel. Baxın burdadır. Burada stabil olaraq qaldı. Və gəlib 20 M-də desək, bu formada stabil qalacaq. Yəni parent M dəyəri M ilə yazdığımız zaman, ölçünü M ilə yazdığımız zaman o gedir parent'ın font size-ına baxır. Baxın, parent'ın font size-ına baxır. Əgər parent'ın font size yoxdursa, gedir onun parent'inin font size-ına baxır. Onun da yoxdursa, gedir bir üstə. Bu formada axtarıb tapır artıq. Əgər heç biri yoxdursa, default olaraq götürmüş olur. İndi bədini silirəm buradan. M-i də başa düşdük. Amma RAM fərqli idi. RAM birbaşa HTML-ə baxırdı. Birbaşa HTML-ə baxırdı. M isə parent-a baxa-baxa gedir. Aydındır? İlk harda tapdısa oradan götürür. Ctrl S edirəm, bu formada qalsın. M-i də başa düşdüyümü də edirəm, Ctrl K C edirəm. Buradan da bunu silək ki, bizə errorumuz getsin. Bu da belə. Sonra nə var burada? Baxın, bu faiz var. Faiz biraz qarışıqdır. Qarışıq deyib sizi qorxutmayayım, amma biraz fərqlidir deyə bilərik. Ona görə də çalışacağam ki, daha diqqətlə izah edeyim. Baxın, percent-i götürürəm buradan. Yapışdırıram bura. Yapışdıra bilmədik. Ctrl K C-mizi də eləyə bilməmişik. Deyəsən Ctrl C edirəm, Ctrl S edirəm buranı, gəlirəm bura və bura yapışdırıram. İndi buna biz təsir eləyəcəyik və buna da elə width dəyərindən təsir eləyəcəm. Heytdən də digərlərində istifadə eləyəcəm. Width-ə deyəcəm ki, sən nə ol? Məsələn, 50% ol. Ctrl S eləyirəm. İndi gəlin belə izah eləyim sizə. Gəlin bu konteynerə də mən bir dənə width dəyəri verim. Buna da width dəyərinə də deyə bilərik. Məsələn, 100 v deyəcəm bu formada. Ctrl S eləyəcəm. Bu formada olsun. Elə deyil. Sağa sola daşdı. Çünki mərcini var bunun. Bu mərcinlərini də sıfırlasaq əgər. Baxın, mərcinə fikir verməyin siz. Ctrl S edirəm. Bu formada qalacaq. Sağa sola daşmasının səbəbi maraqlı qaldı mənə də. Mərcinin paddingi də sıfırlayaq bəlkə. Hə, border box söhbətidir. Nəysə, buna fikir verməyək. Ora girsəm çıxa bilməyəcək oradan. Zaten onları ayrı dərs olaraq izah eləyəcəm. Sizə bu sağa sola daşmalar ki var. Niyə görə daşır və s. Bunları izah eləyəcəm sizə. Heç narahat olmayın. Bunu az da deyə bilərik. Fərqi yoxdur. Gəlin stabil deyək hətta buna. Heç fikrinizi qarışdırmayım sizin. Məsələn, 600 piksel deyirəm. Ctrl S edirəm bu formada. 600 piksel dedim. İndi məsələ nədir? Mən gəlib dedim ki, percent-a dedim ki, yəni bu divə dedim ki, sənin width-in 50% olsun. Yaxşı, nəyin 50% olsun? Məsələ odur. İndi bu da faiz dərəcəsi width-lə istifadə olunduğu zaman, height-lə də istifadə olunduğunu görəcəksiniz, amma height-də bu mütləq verilməlidir. Weight də mütləq deyil, Ctrl K edirəm. Baxın, mütləq deyil, bu formada da işləyir. Amma height də mütləq verilməlidir, onu da izah eləyəcəm. İndi nə demək istəyirəm mən sizə? Baxın, burada mən yazdım percent-ın, yəni bu divin width dəyəri 50% olsa. 50% təbii ki, başa düşürsünüz ki, ümid edirəm burada nəyi götürəcək bizim üçün? Baxın, bu width-in 50%-ni götürəcək. Yəni 600-ün 50% nə qədər olacaq? Deməli 300 olacaq da, elə deyil. 300 piksel deməkdir bu. 300 piksel deməkdir. 600-ün yəni 50%-idir. İndi gəlib bunu da yoxlaya bilərsiniz burada. Hətta gəlin yoxlayaq. Digərlərini yoxladıq. Bunu da yoxlayaq. Baxın, klik eləyirəm. Buna da klik eləyirəm. Bunu biraz sola gətirirəm bu formada. Bir də klik eləyək. Birdən itər. Baxın, bu formada yazıram və burada mouse'u bura klik eləyirəm. Width dəyərinə deyirəm ki, sən 300 piksel ol, məsələn deyirəm. Baxın, 300 piksel ol. Baxın, stabil olaraq burada qalacaq zaten. Çünki 600-ün yarısını götürmüşük də 50% yazmışıq və 400 desəydi artıq bu formada artacaqdı. Aydındır? Bunu da ümid edirəm ki, başa düşdünüz. Yəni width-lə bu formada faizlə istifadə olunan da gedir parent-ın nəyini götürür? Width-inə baxır, parent elementin width dəyərinə baxır və onun yarısını götürür. Amma width dəyəri olmadıqda default olaraq ekran ölçüsü nədirsə, bu div həmən ekran ölçüsünü götürür. Dediyim kimi orada mərcinlər və s. olur. Biraz fərqliliklər olur. Baxın, sağdan da, soldan da fikir verin. Mərcinlər var, biraz içəri girmələr var. Amma yenə də həmən dəyərin qısa olaraq demək olar ki, ekranın yarısını götürmüş olacaq. Aydındır? Width bu formada dediyimiz zaman, width-ə 50% dediyimiz zaman. Okay? Bunu da başa düşmək lazımdır. İndi Ctrl K eləyirəm bunu. Hətta Ctrl K eləməyək. Gəlin bunu Ctrl K eləyim mən. Ctrl K eləyim. Baxın. Bu 3 pikseli silirəm, bildiniz də bunu da artıq.
Düşürəm aşağı. Height dəyərinə deyəcəm ki, sən 50% ol. Baxın 50% ol. Bu formada işləməyəcək. Səbəbi nədir? Baxın indi biti yığışdırdım, ona görə tamamlandı, elə deyil. Height dəyəri 50% deyəndə işləmədi. Niyə görə? Çünki konteynerin mütləqdir ki, height dəyəri olmalıdır. Ona əsasən yarını götürməlidir. Mən height dəyərinə əgər desəm, məsələn, 500 piksel ol bu formada, Ctrl S edildiyim zaman, bu 500 pikselin yarısını götürmüş oldu. Yəni buradan, baxın buradan bura qədər oldu nə? 500 piksel. 500 pikselin də yarısı 50% nə qədər olacaq? 250 piksel. Deməli buradan da baxın, buradan da bura qədər 250 piksel olmuş oldu. İndi biz necə yoxlaya bilərik bunu? Yenə də sağ düymə eləyirik, inspect eləyirik. Baxın bu formada sol tərəfə keçid eləyirik. Gəlirəm bunun üzərinə klik eləyirəm və buna deyəcəm nə? Baxın burada da stabil olaraq burdadır. Burada saxlayıram yenə mausu. Height dəyərini artıq bu dəfə deyəcəyik. Height dəyəri nə olsun? Deməli neçə idi? 500 piksel idi. 500 pikselində 50%-ini biz götürmüşük. Olmalıdır 250 piksel. 250 piksel. Baxın stabil olaraq qaldı. Məsələn, əgər desəydim 300 piksel, baxın artır. Görürsüz, artır. Formada artır. Amma 250 dediyim üçün elə 50% ilə eyni olduğu üçün o formada eyni formada qalmış oldu. Aydındır? Bunu da belə başa düşmək lazımdır, amma height dəyəri dediyim kimi hündürlükdür. Yəni biz buna bu konteynerə mütləqdir ki, bir hündürlük dəyəri verib sonra istifadə eləməliyik bu birisini. Başa düşdünüz? Yəni childda height 50% ilə istifadə eləmək istəyiriksə biz, o zaman konteynerə mütləqdir ki, height dəyəri verməliyik və ondan sonra bu height'in də işləməyini gözləməliyik. Amma buna bunu verməsəm, konteynerə verməsəm, Ctrl K eləsəm, işləmədi, fikir verdiniz? Aydındır? Bu formada işləmədi. Bu da belə, yəni faizlə bu formada yazdığımız zaman, əgər height ilə istifadə olunursa faiz, gedir konteynerin heightinə baxır. Əgər width ilə istifadə olunursa 50%, gedir konteynerin width dəyərinə baxır. Aydındır? İndi font size ilə istifadə olunsa, gedir artıq bunun font size-ına baxmış olmalıdır. Gəlin onu da yazaq. Font size ilə çox istifadə olunduğunu görməyəcəksiniz, amma gəlin yazaq da. Məsələn, 50% yazıram burada. Ctrl S eləyirəm. Yazı kiçilməlidir. Baxın, kiçildi. Niyə görə kiçildi? Çünki bunun font size neçədir? 20 piksel. Sanki buna dedik ki, 10 piksel oldu da. Font size dedik ki, 10 piksel ol. Faizinə göstərəndə 20-nin 50% nədir? 10 deyil. Sanki buna dedik ki, sənin font size-ın 10 piksel olsun. Baxın, bu formada stabil olaraq qaldı. Aydındır? Amma font size ilə artıq istifadə etdiyimiz zaman bu faizi gedir parent'ın font size dəyərinə baxır. Fikir verdiniz? Yəni sanki o maye kimidir. Düşdüyü qabın ölçülərinə uyğunlaşa bilir. Font size ilə istifadə olunanda gedir parent'ın font size-ına baxır. Height ilə istifadə olunanda gedir konteynerin, yəni container divin, yəni parent elementin font size-ına baxır və width-lə deyəsən qarışdırdım. Font size-la istifadə olunanda dediyim kimi gedir parent'ın font size-na baxır, height-lə istifadə olunanda gedir parent'ın deməli height-inə baxır, width-lə istifadə olunduğu zaman gedir parent'ın width dəyərinə baxır. Amma rem elə deyildir. Rem birbaşa gedir HTML-in font size-na baxır. M birbaşa gedir nəyə baxır? Baxın, nə ilə istifadə olunsa da gedir nəyə baxır? Konteynerin font size-na baxır. Aydındır? Bunu belə başa düşmək lazımdır. Amma məsələn deyirəm də burada biz M istifadə elədik, width 20M yazdıq, elə deyil. Bu gedir bunun width-inə baxmır artıq. O onun gedir nəyinə baxır? Font size-na baxır. Aydındır? Width-ilə, rem-lə M font size-la işləyir. Amma faiz isə qaba uyğunlaşa bilir. Yəni height-lə istifadə olunursa gedir height-ə baxır. Font size-la istifadə olunursa gedir font size-a baxır. Bu formada istifadə olunur. Bu da belə Ctrl K eləyirəm. Baxın, bu qədər dərinliyinə qədər bilməyimiz çox da önəmli deyil, amma mən izah edirəm də. İndi ola bilər siz buradan nələrsə götürərsiniz. Aydındır? Bu da belə. Sonra nə var burada? Viewport height var. Bir də viewport width var. Yəni bu heightdir, bu da width-ə aiddir. Təbii ki, bunun fərqli-fərqli istifadələrini də görə bilərsiniz, amma mən sizə düzgün istifadəsini göstərəcəm. Texniki olaraq belə deyək də işlədiyi variantlar da var, amma mən sizə ən düzgün formasını göstərəcəm. Bu da nə deməkdir? Baxın, VH seçəcəyik burada. Yəni bunu seçəcəyik. Gəlirəm bura deyirəm ki, klasa deyirəm ki, VH sənə təsir eləyirik. VH deyirsə biz height-lə istifadə eləyək də. Height-ə deyəcəm, müəyyən bir dəyər deyəcəm. Tutalım 100 VH ol. Ctrl S eləyirəm. Baxın, bu formada ekran ölçüsünü götürdü. VH ekranla işləyir, yadınızda saxlayın. Yəni ekran ölçüsü nədirsə, onun ölçüsünü götürəcək. Baxın, ekranın hündürlüyünü götürdü. Fikir verin. Baxın, ekranın hündürlüyünü götürmüş oldu. İndi biraz sağa-sola daşımalar ola bilər. Dediyim kimi o qutu modelinin və s. düzgün istifadə olunmamasından asılıdır. Burada daş deyilədi. Onları düzəldəcək. O problem deyil. Hələ ki VH-ı başa düşün. Yəni VH height-lə istifadə olunur və ekran ölçüsünü nəzərdə tutur. Birbaşa gedir ekranın ölçüsünə baxır. Ekranın ölçüsü nə qədərsə, o da ona
Onun 100-ünü götürəcək və ya 100 deməyək, 50 deyək buna. Baxın 50 deyirəm, 500 dedim deyəsən. 50 deyirəm. Ekranın artıq yarısını götürmüş oldu. Bunu da necə baxa bilərik? Gəlin onu izah eləyim, onu göstərim sizə. Yenə sağ düymə eləyib inspekt edirik. Baxın bura artıq biraz fərqlidir. Bunu bilməyimiz yaxşıdır. Bunu da biraz aşağı gətiririk. Burada biz buna klik eləyirdik hər zaman elementə baxmaq üçün elə deyil. Amma burada bu button da var. Bu buttona klik elədiyimiz zaman biz responsive dizayna baxa bilirik. Qısa yolda orada görsənir. Buna klik elədiyimiz zaman bizim ekran bu formada görünəcək. Baxın bu formada. Sizdə ola bilər ki, məndə burada indi default olaraq responsive-də gəlibdir. Məsələn, ola bilər ki, sizdə iPhone 12 Pro-da necə görsənir, o gələ bilər. Baxın, düz formada bu səhifə iPhone 12 Pro-da necə görsənəcək, o gəlibdir. Və burada telefona əydiyimiz zaman necə görsənəcək, o gəlir. Elə deyil, bu düz formaya qaytaraq. İndi biz gəlin bununla işləyək, responsive-ilə işləyək. Baxın, ekran ölçüsünün 50 VH demişik, elə deyil. Ekran ölçüsünün yarısı demişik sanki. Baxın, ekranı azaltdıqca fikir verin, VH divi də azalır. Fikir verin, ekrana uyğunlaşaraq ekranın ümumi ölçüsü azaldığı üçün artıq onun da ölçüsü azalmalıdır. Axı sabit deyil, fikir verin. Bu azaldıqca o da azalır. Fikir verin, ekran ölçüsünün yarısı. O, fikir verin. Getdi, ta hara qədər azaldı. Artıranda o da artır. Yəni ekran nə boydadırsa onun yarısını tutmuş olacaq. Və ya deyə bilərik 10 VH deyərik. Məsələn 10 qədərini tutsun. Bu formada deyə bilərik. Belə də deyə bilərik. Aydındır? Ekrana görə yenə işləmiş olacaq. Baxın, ona görə işləmiş olacaq. İndi gəlin elə bu səhifəni bağlanmamış VT də göstərim. Bunu Ctrl KC eləyirəm. Hətta bunu 50-yə çəkək saxlayaq. Yəni bu da VH da bildiyimiz kimi ekranın hündürlüyünü əsas götürüb işləyir. Bir də width dəyərini deyə bilərik ki, məsələn 50 deyək buna da 50 V deyəcəyik bu dəfə də W deyəcəyik. Yəni viewport width. Amma yuxarıdakı viewport height idi. Aydındır? Ctrl S eləyirəm. Baxın bu formada da ekranın artıq enliyinə görə o da kiçilib böyülür. Baxın ekranı kiçiltdiyim zaman o da kiçilir. Ekranın yarısı qədər olur. Yəni ekran nə qədərsə, yəni bu ümumi ekran nəzərdə tutulmur ha. Bu ekran nəzərdə tutulur da. Burada responsive dizayna baxmağımız üçün. Aydındır? İndi bunu sola gətirirəm. Baxın ekran kiçildikcə o da kiçilir. Ekranı böyütdükcə o da böyüyür. Amma mən gəlib buna stabil bir dəyər versəm, vitə məsələn desəm ki, tutalım 60 piksel ol, Ctrl S eləyirəm. Baxın, stabil olaraq 60 qalacaq. Mən bunu kiçiltdiyimdə o da kiçilməyəcək və ya böyüməyəcək. Baxın, stabil olaraq qalıbdır VH. Ki versiniz əgər. Aydındır? Bu da belə. Hətta bu V deyək buna. Bu klassda bunu göstərək. Ctrl X eləyək, buraya yapışdıraq. Və bunu 50 V deyək buna. Bu da Ctrl K eləyib açaq bunu. Ctrl H eləyək. Baxın bu formada. Verin. Bu formada qaldı. Baxın, bunu kiçiltdiyim zaman bu da kiçilir. Kiçilir bu formada. Yəni ölçüsü kiçilir. Ekran yarısı qədər olur. Bunu da kiçiltdiyim zaman bu VH kiçilir və böyüyür. Fikir verin. Kiçilir və böyüyür. Aydındır? Bu da belə. Buradan çıxmaq üçün də buna təkrar klik edirsiniz. Normal səhifəyə qayıda bilirik. Aydındır? Burada da görə bilərsiniz. Baxın, azaltdıqca azalır. Fikir verin. Və vitə baxın, enliyə baxın aşağıdakına. Aşağıdakı div azalır və böyüyür, fikir verin. Bunlar da zaten tam tutduğu üçün nə qədər gedirsə o qədər tutur da yuxarıdakılar. Amma ekranı aşağıdan yuxarıya azaldıb böyütdüyüm zaman, burada göstərdiyim kimi bu formada olduğu zaman bu VH oynayır da artıq. Baxın, VH oynayır. Bu da belə. Buna klik eləyə buradan çıxış edək. İndi sizə önəmli bir şey demək istəyirəm. Baxın, biz bunların istifadəsini gördük və çalışdığım qədər sizə istifadəsini başa düşülən formada izah etməyə çalışdım. İndi biz layihələr yazdığımız zaman mütləq deyil ki, %100 VH-dan istifadə eləyək, width-dən istifadə eləyək, nə pikseldən yox, digərindən istifadə eləyək. Responsive dizaynda bəli, piksel və s. istifadə olunması tövsiyə olunmur. Stabil ölçülərdə, yəni ekran kiçilib böyüyəcək və s. olacaqsa, ekranda daşmalar olmaması üçün piksel ölçülərini biz responsive dizaynda düzəldə bilirik və ya deyə bilərik ki, müəyyən ölçüdən aşağı olanda ekran ölçüsü bu qədər olsun, bu yazıların ölçüsü və ya bu qədər artsın, bu qədər azalsın, bu formada deyə bilirik. Yəni başa düşmək lazımdır ki, CSS-də ölçü vahidləri bunlardır. Əsasən pikselə görə hesablamalar olur və qısa olaraq üzərindən keçsə, rem dedik ki, HTML-in font sayına görə hesablama edir. M parent elementin font sayına görə hesablama edir. Bu faiz dəyəri düşdüyü qaba uyğunlaşa bilən bir mayedir sanki. Yəni əgər height-nə istifadə olunursa parentin height-nə baxır, width-nə istifadə olunursa parentin width-nə baxır və font size-nə istifadə olunursa parentin font size-nə baxır. VH hündürlüyünə bağlı idi, ekran ölçüsünə uyğunlaşmadı. Ekran ölçüsünün full hamısını götürə bilərik, hündürlüyündə, yəni hündürlüyün hamısını götürə bilərik və yaxud da ki, müəyyən bir hissəsini 50 VH, 100 VH, 90 VH deyərək ekranın bir hissəsini götürə bilərik və VW, yəni viewport width.
Bu isə enliyi götürürdü. Yəni ekranın müəyyən bir hissəsini götürə bilərik, 20 VH deyə bilərik, port width deyə bilərik və yaxud da ki 50 deyə bilərik, 40 deyə bilərik, 30 deyə bilərik, 100-ə qədər bir şeylər demək olar da, 100-dən artıq da hətta bəlkə mümkün olsun. Bu formada istifadə olunur. Yəni bunları bilməyimiz yaxşıdır və burada margin padding yazmışam. Maksimum çalışdım ki, keçmədiklərimizdən yazıb istifadə eləməyim. Amma burada yazdım. Məsələn, margin baxın bu qutular arasında məsafəni açmaq üstündür. Ctrl+C edirəm, Ctrl+S edirəm. Baxın bunlar birləşdi bir-birinə. Onlar bir-birindən ayrı görünsün deyə onu elədim. Padding də bu yazılarla arada olan məsafəni qoruyur. Baxın bura Ctrl+S elədiyim zaman fikir verin, yazılarla bu qutuların, qırmızıların arası açılmış olur. Onları da ayrı dərs olaraq izah edəcəm sizə. Heç narahat olmayın. Əsas məsələ ümid edirəm ki, burada bu ölçü vahidlərini başa düşdünüz. Bir sonraki dərsimizdə artıq fərqli mövzu ilə davam etmiş olacağıq və CSS dərslərimiz davam edəcək. İnşallah davamlı olar dərslərimiz. Hər dəfə 1-2 dərs çəkib sonra belə deyək də vaxta görə yoxa çıxmış oluram, amma inşallah ümid edirəm ki, dərslərimiz davamlı olacaq. Bir sonraki dərsdə görüşək.